Salam uşaqlar, bugün sizinlə hədəf kursunu keçirdiyi 10-cu sinif sınavına baxacağıq. Bu arada bu ikinci qrupdur. Burada oxşar suallar var. Düzdür, 9 ilə 11-i izah eləmişəm. Bazar günü həmin gün izah elədim. Yəni çalışdığım qədər də sürətlə izah edirəm ki, vaxtında siz yoxlaya biləsiniz. Düzdür, sürətlə də izah eləyəndə bəzən orada unutduğum şeylər olur, kəm-kəsirlər olur. Məsəl üçün mən bilən ikinci sualı oxşar sual var idi orada. Burada düz qeyd eləmişdim, amma variantda götürəndə C-ni götürmüşdüm deyəsən, amma doğru cavab deyil. Yəni sürətlə işləyəndə elə texniki səhvlər olur. Sonra boş çoxluqdan birini çıxmamışdım. Daha doğrusu alt çoxluqdan bir dənə boş çoxluq çıxmamışdım. Elə texniki səhvlər olur. Yəni orada artıq siz yorumlarda yazın ki, həm mən bilim, həm də cavabları yoxlayan şagirdlərin xəbəri olsun. Bir də yorumlarda daha çox 10-cu sinif istəmişdiniz, yəni sınavın izahı. 10-cu sinifi düzdür, bugün ikinci gündür də, bəli. Bugün izahını indi çəkirəm, paylaşıram yəqin ki bugün. Uşaqlar, əlimdə sınaq olmayandan sonra, suallar olmayandan sonra mən izah çəkə bilmirəm. Yəni suallar olmayandan sonra normaldır da, yəni izahını da çəkə bilmərəm. 9 və 11-ci sinifləri tanımışdım bazar günü. Ona görə sürətlə onları izah elədim və paylaşdım. Amma 10-cu sinif məndə yox idi deyə artıq izahını çəkə bilmədim. Yəni çatdıra bilmədim. Ondan sonra bir nəfər atmışdı, sağ olsun. Bu həmin şəxsin sınağıdır. İndi biz onun üzərində yoxlayacağıq. Çalışın, bizdə PDF formasında Telegramda paylaşırıq. Ya Telegramdan, ya nömrəmi də qeyd eləmişəm. Yəni YouTube'da da var, Telegramda da var. Oradan girib yaza bilərsiniz və yaxud da şəkillər göndərə bilərsiniz. Yəni nə qədər siz mənə tez şəkillər göndərsiniz, mən də bir o qədər tez izahını çəkib paylaşa bilərəm sizlər üçün və sizlər də rahatlıqla yoxlaya bilərsiniz. Yaxşı, keçək sualın izahına. Bu arada kanalda mövzular üzrə hədəfin, güvənin və eləcə də ayrı mövzu testləri paylaşacağım. Buraxılışa yaxın isə buraxılış tipli sınaqlar, yəni buraxılış sınaqlarının izahını verəcəm. İzləmədə qalın, yəni çox şey öyrənəsiniz və bizi Telegramda izləməyi unutmayın. Çünki PDF-lər Telegramda paylaşır. İlk öncə PDF-ini paylaşırıq, daha sonra isə izahını və cavabları paylaşırıq. Yaxşı, keçək izaha. Başlıca çox ağrıtmayaq. Birinci sual deyir, 5-ə, 7-yə və 11-ə bölünmüşdür. Qaldı 3 alan ən kiçik natural ədəd hansıdır? Deməli, biz burada nə edirdik? Əslində, sualların çoxusu oxşardır. Yəni, siz 11-ci sinif və ya 9-cu sinif izahına baxıb elə də yoxlaya bilərsiniz. Amma yenə də təbii ki, izahını çəkək. Deməli, biz tapacaq birinci sualda, bu tipli suallarda əkobu tapılır. 5, 7 və 11-in. 5, 7, 11 qarşılıqlı sadə olduğu üçün hər üçü də. Deməli, əkobu nə olacaq? Onların hasili. Yəni, 5 vurulsun 7, vurulsun 11. Bu da bərabər eləyəcək. 5 dəfə 7, 35. 11-ə də vuranda olacaq 385. 385, bəli. Deməli, bizdə 385 həm 5-ə, həm 7-yə, həm də 11-ə tam bölünür. İndi amma bizə deyir, bölündə, daha doğrusu böləndə qalıqda nə qalsın? 3 qalsın. İndi 385 tam bölünürsə 5-ə, 7-yə, 11-ə, onda bunun üzərinə bir dənə də qalığı gələrəm. Olacaq 388, yəni doğru cavab olacaq 388. Və yaxud da biz belə də eləyə bilərik. Deyirsiniz ki, ay müəllim, mən elə birbaşa cavabları bölüb yoxlayıram. Elə də ola bilər. Cavabları da bir-bir bölərsiniz 5-ə, 7-yə, 11-ə. Hansında qalıqda 3 qalırsa, o cavabı götürə bilərsiniz. Burada zaten 5-i yoxlayanda qalıqda 3 qalması üçün B-dir, D-dir, Y-dir və digərlərində yoxlayıb qalıqda 3 qalırsa həmin variantı götürə bilərsiniz. Yəni birinci suala doğru cavab oldu. D variantı. Buraya yazaq D. Aha. Keçək ikinci suala. Və yaxud da yenə qaydasını da buraya yazdım da. Riyazi olaraq qaydası da bu şəkildə. İkinci sual. Deyir, kəsrlərini müqayisə edin. Bəli, bax bu sualı izah edərkən doğru versiyanı burada yazmışdım, daha doğrusu izahda. Burada qeyd eləmişdim, amma orada götürəndə durub C variantını işarələmişdim. Artıq o tipli texniki səhvlərdə uşaqlar özünüz bilin də, bura artıq mən düz versiyasını qeyd edirəm və yaxud da sözlə deyirəmsə, siz artıq bilin ki, orada cavab hansı variantdır və yaxud da yazıramsa. Burada yekun variantını götürəndə bəli, səhv variant götürə bilərəm, amma siz əsas yazdıqlarıma baxın. Bəzən qaydanı bura yazıram, amma burada tətbiq eləyəndə ya toplamada, ya çıxmada və yaxud da keçən səfər bir sualda 9-cu siniflərdə desin. Qarşılıqlı sadə olmasını qeyd eləmişəm, amma götürəndə qarşılıqlı sadə olmayanları götürmüşəm. Yəni elə səhvlər olur. Artıq siz orada əsas izaha baxın, izaha başa düşün. Ondan sonra təbii ki, mən burada deməyimdən asılı olmayaraq variant artıq bilinir, hansı doğru variant. Əsas yəni izahını başa düşün. İkinci sualda deyir, kəsrlərini müqayisə eləyin. Bunlar mənfi ədədlərdir. Məsəl üçün, mənfi ədədlərə aid keçən səfər belə bir
nümunə yazmışdım. Məsəl üçün 5 kiçikdir 10-dan. Amma bunları mənfiyə vursaq, -5, -10. Artıq işarə nə olacaq? Əksinə dəyişəcək. Olacaq -5 böyükdür -10-dan. Ona görə əgər mənfidə çətinlik çəkirsinizsə, siz birbaşa hesablamazdan əvvəl A-nı, B-ni, C-ni hər birini normal olaraq müsbət ədəd kimi, kəsir kimi hesablayın. A 124-də 121-dir, B 1004-də 1001-dir. Bir də C 358-də 355. Biz görürük ki, hər üç kəsirin sürət və məxrəci arasında fərq neçədir? 3-dür. Bəli. Deməli, sürət və məxrəci arasında fərq eyni olan kəsirlərdə, düzgün kəsirlərdə, söhbət düzgün kəsirlərdən gedir. Sürət və məxrəci arasında fərq eyni olan düzgün kəsirlərdə sürət və məxrəci böyük olan kəsir böyükdür. Yəni, burada ən böyük olacaq B, sonra olacaq C, sonra da olacaq A. Və bizdə deyək ki, indi burada qarşılarında mənfi də var idi hər birinin. Ona görə mənfiyi də nəzərə alsaq, hər tərəf mənfiyə vursaq, olacaq bu səfər əksinə. B kiçikdir C, C də kiçikdir A-dan. Kiçikdir. Yəni, burada hansı variant uyğundur? D variantı. Amma gələn səfər deyəsən C-ni işarə eləmişdim. Elə olur da elə səhvlər. Əsas dediyim kimi testi izahını başa düşün. Sonra üçüncü sualda hesablamadır. Birinci sürətə baxaq. Sürətdə nə yazılıb? 6 çıxılsın 1 plus 2-də 1 bölünsün 4 şəklində. Olacaq 6 çıxılsın 1 plus 2-də 1, 1,2-də 1 də o da nə deməkdir? 2-də 3 deməkdir. Bölünsün 4-də. 4-də bölündə tərsinə vurmalıyım. Olacaq 6 çıxılsın 2-də 3 vurulsun 4-ün tərsi 4-də 1. Bu da bərabər eləyəcək. 6 çıxılsın 8-də 3. 6-dan 8-də 3 çıxanda birbaşa 3-ə də bölə bilərik. 6-nın məxrəci 8 olan kimi, kəsir kimi yazsaq, məsələn, neçənin 8-ə bölündə 6 düşür? 48-i. 8-də 48 yenə 6 deməkdir. Çıxılsın 8-də 3, bərabər bu da eləyəcək 8-də 45. 8-də 45 də bərabərdir. Heç bərabərdir yazmayaq. Yekunda 3-dən çıxacaq nəyi? 8-də 45-i. Yox, hələ bir də 3-ə bölmə var. Bax, görürsünüz, yaddan çıxıb. Yekunda biz bu ifadəni bir dənə də 3-ə bölməliyik. Olacaq 3 çıxılsın, sürətdə alındı 8-də 45, məxrəcdə də var 3. Görürsünüz, bax, belə texniki səhvlər unudub yazırıq və texniki səhv gedir. 8-də 45-i 3-ə böləndə 3-də 1-ə vuracam, bu da bərabərdə olacaq. Siz birbaşa burada da 3-də 1-ə vura bilərdiniz. Yəni, burada 2 qalacaqdı, burada 8-də 1 qalacaq. Elə də yaza bilərsiniz, heç bir fərqi yox. 3 çıxılsın, 3-lə 45 ixtisar gedir, 15 qalır. Qalır nə? 8-də 15. 3-ü də 8 kimi yazsaq məxrəcini, olacaq nə? 8-də 24 deməkdə, böləndə yenə 3 çıxır. Buradan da 8-də 15-in çıxsaq, qalacaq nə? 8-də 9. Yəni, doğru cavab olacaq A variantı. Keçək 4-cü suala. Deyək, kəsirin M-in neçə natural qiymətində natural ədəddir. Biz bilirik ki, artıq bu tipli misallarda ayrı-ayrı kəsirlərdə yazılmalıyıq. Yəni, olacaq M-də M kvadratı, üstə gəlsin M-də 5M, üstə gəlsin 6 bölünsün M. Burada M-lər ixtisar gedir, burada M-lər 1 gedir. İxtisar gedir, 1-i qalır. Üstə gəlsin 5, üstə gəlsin 6 bölünsün M. Mən bu ifadənin natural qiymət olması üçün, yəni burada kəsir alınmamalıdır. Yəni məxrəcə nə yazmalıyım onda? 6-nın bölənlərini. 1, 2, 3, sonra bir də 6-nın özü. Yəni 4 dənə qiymət. Bizdən sayını soruşur. Bəli, olacaq 4. Doğru cavab olacaq B variantı. Bəzən burada sayını soruşur. Daha doğrusu cəmini soruşur. Mən sayını qeyd edirəm. Elə səhvlər də olur. Diqqətli olmaq lazımdır maksimum şəkildə. Deyir, 1 kran boş çəni 6 dəqiqəyə doldurur, digər kran isə 5 dəqiqəyə boşaldır. Hovuz neçə dəqiqəyə dolur? Bunu keçən səfər yazmışdıq riyazi yolla da və əslində yazmadan da tapmaq olar. Yazanda riyazi yolla 6 dəqiqəyə doldurursa, 1 dəqiqəyə olacaq 6-da 1-i dolacaq və 5 dəqiqəyə boşaldırsa, artıq boşaldır deyə, 1-i doldurub 1-i boşaldır deyə çıxıram. 5 dəqiqəyə boşaldırsa, 1 dəqiqəyə 5-də 1-i boşalacaq. Bu da bərabər deyilirdi 30-da 5 çıx 6, yəni 30-da -1. Burada mənfi alınırdı. Yəni mənfi alınması sizin səhv eləməyiniz anlamına gəlmir. Yəni o deməkdir ki, bu hovuz dolmayacaq. Mənfi alınırsa, deməli bu hovuz dolmayacaq. Doğru cavab Y olacaq. Və yaxud da sən belə də düşünə bilərsən ki, 6 dəqiqəyə bu doldurursa, daha çox zaman lazımdır. Amma daha tez boşaldır, 5 dəqiqəyə boşalır. Yəni sənin artıq orada belə desək, hovuza tökülən su elə oradan da birbaşa axıb boşalacaq. Yəni heç vaxt dolmayacaq. Keçək 6-cı suala. Deyir, 16 saat işləyən işçi 64 manat aldı.
İşçi 27 saat işlərsə nə qədər pul qazanar? Yəni normal olaraq əslində çox işləyəndə çox qazanırsan, az işləyəndə və yaxud da işləməyəndə heç qazanmırsan və yaxud da az qazanırsan. Ona görə düz mütənasibdir. İlk öncə siz bilməlisiniz, düz mütənasibdirmi, tərs mütənasibdirmi? 16 saata 64 manat alırsa, 27 saata x manat alacaq. Yəni biz niyə onu bilməliyik? Çünki yekunda düz mütənasib hesablayanda çarpaz vurur, tərs mütənasib hesablayanda qarşı-qarşıya vurub bərabər götür. İndi düz mütənasibliyə çarpaz vuracağıq. 16-nı x-a vursa olacaq 16x bərabərdir 64 vurulsun 27-yə. Buradan da x bərabərdir 64 vurulsun 27 bölünsün 16. İxtisar gedir burada 4 qalar. 4 də 27-yə vursaq olacaq 108 manat. Yəni doğru cavab burada da olacaq D variantı. Keçək 7-ci suala. Deyir, malın qiyməti əvvəlcə 50% artdı, sonra isə 50% azaldı. Bəli, bunun düsturunu qeyd etmişdim. P kvadratı bölünsün 100 idi. Buradan 5-in kvadratı olacaq 2500 bölünsün 100. Daha doğrusu 50-nin kvadratı. Buradan sıfırlar ixtisar gedir, qalır nə? 25% azalar. Ümumiyyətlə yadınızdan çıxartmayın. Eyni bir faiz qədər artırıb azaldanda və yaxud da eyni bir faiz qədər azaldıb artıranda yekunda sənin faiz göstəricin azalır olmalıdır. Və düsturda bu şəkildə. Və yaxud da qiymət də verə bilərsiniz. Deyəsən burada qiymət veriblər. Qiymət də verib, məsələn 100 götürüb hesablaya da bilərsiniz. O biraz beldisi uzun olur, amma yəni yenə də tapa bilərsiniz. 8-ci sualda 20% xeyirlə 300 manata satılan məhsul 20% zərərlə neçə manata satılar? 20 manat xeyirlə satılıbsa, məsələn, malın maya dəyər 100%-dir. Məsələn, aldığımız 100%-dir. 100% bunun qiyməti var. 20% xeyirlə artıq satıramsa, 20% xeyirlə olur mənim yekun xeyrim neçə faizlə? 120%-dir. Yəni mən 120% eləyib 300 manat 20% xeyirlə satmışam. İndi deyir 20% zərərlə. Normalda 100%, 20% zərər olacaq nə? 80%. 80%-də yazıram x. Təbii ki, zərərlə olanda daha az pul olacaq da. Yəni düz mütənasib asılıdır. Buradan çarpaz vursaq olacaq 120x bərabərdir 300 vurulsun 80. Hər tərəf 120-yə bölsə x də bərabər olacaq 300 vurulsun 80 bölünsün 120. Sıfırlar ixtisar gedər. 4-ə bölsək burada 3, burada 2, 300-də 3-ə böləndə 100 qalır. 100-də 2-yə vursam olacaq neçə? 200 manat. Yəni 20% zərərlə 200 manata satılacaq. Doğru cavab olacaq B variantı. Keçək 9-cu suala. Bax bu sual idi. Boş çoxluq çıxmaq unutmuşam. Yaddan çıxıb. Demək, burada cüt ədədləri ilk öncə seçirik. 2, 4, 6, 8. Yoxdur ki, yenə səhv eləməyib. Burada olacaq düsturum nə idi? 2 üstü n. Yəni sən burada əsas məsələ nədir? Düsturu bilməlisən. 2 üstü n-dir. Alt çoxluqların sayının tapılması. Olacaq 2 üstü 4 dənə cüt ədədim var. Olacaq 2 üstü 4 bərabər 16. Biz elə 16 yazmışdıq. Amma yekunda biz boş çoxluq, bütün çoxluqların alt çoxluğudaq. Həmin 16-dan bir dənə də həmin o boş çoxluğu çıxmalıyam. Biri. Bərabər qalacaq nə? 15. Yəni doğru cavab olacaq A variantı. Keçək 10-cu suala. Deyir, tam ədədin kvadratı son rəqəm neçə fərqli qiymət alar? Biz elə ona kimi davam edirdik. 1, 1 olur. 2-nin kvadratı 4 olacaq. 3-ün kvadratı 9, 4-ün kvadratı 16, 5-in kvadratı olacaq 25, 6-nın kvadratı 36, 7-nin kvadratı 49, 8-in kvadratı 64, 9-un kvadratı 81. Bir də yekunda 10-un kvadratını götürək. 10 kvadratı sonu 0-dan bitir. Yenidən mən 11 götürsəm 121 olur. 12 götürsəm sonu 2-də axı. Bu səfər 144 olur. Və yaxud da 13 götürsəm 169 olur. Yəni burada yenidən nə olur? Həmin ədədlər təkrarlanır. Ona görə 11, 12, 13 o tərəfə getməyə ehtiyac yox. Neçə fərqli qiymət alır deyirsə, onda 1, sonra 4, 9, 6, son rəqəmi 5-dir. 6-nı artıq götürmüşəm, bir də götürməyəcəm. 9-u da götürmüşəm, burada götürmürəm. 4-ü də burada götürmüşəm, götürmürəm. Yəni bunların heç birini götürməyəcəm. 1 əvvəldə yazmışam, onu da götürmürəm. Bir dənə burada 0 götürməmişdim, 0 da götürürəm. Sayaq görək neçə dənə oldu? 1, 2, 3, 4, 5, 6 ədəd. Yəni doğru cavab burada oldu. C variantı. Keçək 11-ci suala. 11-ci sual biraz belə desək, çətin sual deməyək, sadəcə düşünmək lazım. 721-ci parçalayırıq. 720 parçalayan zaman olacaq 80 vur 9 deməkdir. Bunu da belə yazaq. 8 vur 9 vur 10. 8 2-nin kubudur. Vur 3-ün kvadratı. Burada da 2 vur 5. Onda yekun olaraq bizdə 2-dən
Bir dənə də əlavə edirik. 2 üstü 4 vurulsun 3'ün kvadratı vurulsun 5. Bir də vurulsun a kvadratı. A kvadrat bərabərdir b-nin kubuna. İndi biz nə edəcəyik? Birincisi, burada b-nin kubusu hər tərəfdən mən kub alanda, artıq b-ni tapanda, mən bu sol tərəfdən nə almalıyam? Tam kub almalıyam, yəni tam ədəd almalıyam. Oradan kub alsam hər tərəfdən, yəni 3-cü dərəcədən kök alsam, tam ədəd çıxmalıdır. Onda məsəl üçün, burada 2'nin üstü 4'dür. Bundan kub alsam, 3-cü dərəcədən kök alsam, buradan tam ədəd çıxmazaq. Deməli, mən bunu ən azından tamamlamalıyam neçəyə? Yəni 3'ün misilləri olmalıdır. Məsələn, 6'ya tamamlamalıyam. Onda 2 üstü 6'ya tamamlasam nə olacaq? A'nın burada da bu arada A'nın kvadratıdır. Deməli artıq A'nın yerinə belə desə 2 üstü 2 yazmayacağıq. A'nın yerinə artıq 2 yazmağımız bəsdir ki, buradan kvadrata yüksəldəndə həmin 2'ni olsun 2'nin kvadratı. 2'nin kvadratında 2 üstü 4'ə vuranda 2 üstü 6 eləsin. Sonra vurulsun. Yazıram 3'ü üstü 2'ni neçəyə tamamlaya bilərəm? 3 üstü 3'ə tamamlaya bilərəm. Amma burada mən tamamlaya bilmirəm. Niyə? Yəni burada 3 üstü 3'ə tamamlamaq üçün mən əlavə olaraq 3 üstü 2'ni nəyə vurmalıyam? 3'ə vurmalıyam. A'nın yerinə artıq mən 3 yazsam, burada 3 kimi qalmır, kvadratı var. 3'ün kvadratı olur. 3'ün üstü 2 ilə 3'ün üstü 2'ni də vuranda 3 üstü 4 eləyir. Yəni mənə kömək olmur. Onda mən 3 üstü 2'ni 3'ə tamamlaya bilmirəmsə 6'ya tamamlaya bilərəmmi ona bax. 3 üstü 2'ni 3 üstü 6'ya tamamlamaq üçün neçəyə vurmalıyam bu ədədi? 3 üstü 4'ə vurmalıyam ki, toplayanda üstlər eləsin. 3 üstü 6. Onda mən A'nın A kvadratın yerinə nə yazmalıyam? 3 üstü 2 yazmalıyam ki, bunun da yenidən kvadratı olur, A'nın kvadratı olur. Bu eləsin 3 üstü 2 yazım ki, 3 üstü 4 eləsin, onu da vuranda bir-birinə eləsin 3 üstü 6. Deməli A'nın yerinə sonra nə yazacağam? 3'ün kvadratını. Sonra keçirəm 5'ə. 5'i nəyə tamamlamalıyam? 3-cü dərəcədən. 5'i 5'in kubuna tamamlaya bilərəm də. Vurulsun burada bir dənə də yazıram 5'in kubu. 5'in kubu. Onda biz A'nın yerinə nə yazmalıyıq ki, bəs eləsin? Bu 5'i vurmalıyam nəyə? 5'in kvadratı. A'nın yerinə 5 yazsam kvadratda olacaq 5'in kvadratı. Onda 5'ə vuranda 5'in kubu eləyir. Deməli A'nın yerinə bir dənə də 5 yazmağım mənə kifayət. Deməli buradakı ədədlər yekunda olacaq bərabər B kubuna. Buradakı ədədlər də A'nın yerinə yazdıqlarımıydı da. Bərabər olacaq nəyə? A'nın elə özünə. Birbaşa kvadratsız formasını yazıram. Yerlərinə A'nın yerinə də bu qiymətləri yazanda yuxarıdakı ifadəni almış oluruq ki, o da B kubuna bərabər. Deməli A bərabər olacaq burada. 3'ün kvadratı 9, 2 dəfə 5'də 10. 9'a da vuranda A bərabər olacaq. Buradan yazıram 90'a. Buradan hər tərəfdən kub alsaq, onda olacaq B bərabərdir. Olacaq 2'nin kvadratı vurulsun 3'ün kvadratı vurulsun 5. Bu da bərabər eləyəcək. 4 vurulsun 9, 36. 36'ını da 5'ə vuranda 180 eləyir də. Doğrudur mu? Bəli, 180 eləyir. Deməli bizdən də yekunda bunların cəmi soruşur. 180 üstə gəlsin 90 bərabər eləyəcək 270'ə. Bu biraz baş qarışdırıcı sual ola bilər. Bəlkə də çoxsunda səhv olub. Deməli belə. Bunun asan versiyası yəni yoxdur uşaqlar. Ancaq belə fikirləşib yerinə qiymətlər yazıb, belə desək, kök almalısınız. Yəni buradan tam kök çıxmalıdır 3-cü dərəcədən və elə qiymətlər verib, yoxlayıb, yekunda A-nı və B-ni tapıb cəmləməlisiniz. Bu da belə. Və yaxud da məsələn bu başınızı qarışdırdısa belə də yaza bilərsiniz. Məsələn mən burada birbaşa A-nı tapdım. Siz A kvadratını da tapa bilərsiniz. Məsələn 2 üstü 4'ü 2 üstü 6'ya tamamlamaq üçün 2'nin kvadratı olmalıdır. 3 üstü 2'ni 3 üstü 6'ya tamamlamaq üçün 3'ün üstü 4 olmalıdır. 5'in də dedik kvadratı olmalıdır. Bərabər A kvadratına. Buradan zaten hər tərəfdən ikinci dərəcədən kök alanda yenə yuxarıdakı ifadə olur da. Mən zaten burada birbaşa yazdım. Başınızı qarışdırsa belə də yazıb sonradan kvadrat ala bilərsiniz. Keçək 12-ci suala. Deyir uzunluğu 84 və 96 olan iki lent bərabər uzunluqlu hissələrə ayrılacaq. İki lent birlikdə ən az neçə hissəyə ayrılacaq. Deməli biz bunları nəyin tapmalıyıq? Əbobun. Yəni ən az neçə hissəyə ayrılacaq deyirsə biz o lentlərin belə desək uzunluğu daha çox götürməliyik də. Bir var məsəl üçün 10 santimetr uzunluğunda olan düz xəttli parçanın lenti fərq eləməz. Bir var 2-2 yerlərə bölək. 2-2 bölsəm nə olacaq? 5 dənə hissə. Bir də var 5-5 yer, belə desək 5 santimetr olan hissələrə bölək. Bu səfər 2 hissə olacaq. Yəni biz o parçanın uzunluğunu, məsafəni nə qədər böyük götürsək, kəsim bir o qədər az olacaqdır. Ona görə biz ən böyük ədədi tapmalıyıq. O da olacaq nə? Əbob. Əbob 84, 96. Bu da bərabərdir. Əbob 84 ilə 96'ın əbobu. Deyəsən 14 keçən səfər tapmışdıq.
84 hissələrə ayırması olacaq 84 bölünsün 2, 21, 3, 7, 96-nı hissələrə ayırsaq 2-yə böləndə 48, 2-yə bölərəm 24, 2-yə bölsək 12, 2, 6 yox, altında 2 vur 3 yazıq. Ümid edirəm düz yazdıq. Deməli, burada ortaq olanlar hansılar olacaq? Yəni, ortaq elementləri götürməkdə 2, 2 yazıram bura 2, bir dənə də 2 ortaq var, bunu da götürəm, sonra bir dənə də 3 var. Bir dənə də yazıram, vurulsun 3, 2 də 1, 4, 12, yox 12'miş. İndi deyir ki, 2 lent birlikdə ən az neçə hissəyə ayrılacaq. Bu biz tapdığımız hələ lentin uzunluğudur, o hissəyə ayırdığımız bir balaca lentin uzunluğudur. Onda biz 84 və 96 olan 2 lenti bərabər böləcəyik neçəyə? 12-yə. Böləndə neçə düşür? 84 bölünsün 12 bərabər 7 düşəcək. 96 bölünsün 12 bərabər 8 düşür. Yekunda cəmləsək, bunları da cəm neçə eləyəcək? 15. Yəni, doğru cavab burada olacaq C variantı. Burada uşaqlar, diqqətli olun. Burada neçə hissəyə ayrılacaq deyir. Məsələn, demir neçə yerdən kəsim olacaq. Kəsim olanda artıq bölüb yekunda 1 də çıxmalıydıq burada. Orada çünki həmin ayrılan hissələr kəsimlərdən, kəsim olan yerlərdən bir vahid çox olur. Yəni, kəsimlər hər zaman ayrılan hissələrdən bir vahid azdır. İndi burada zaten hissəni soruşur təkcə. Ona görə biz birbaşa bölüb cəmləyirik. Deyir, Əli bir işi Naimdən 2 dəfə tez qurtarır. Əli isə başladıqdan 2 gün sonra Naim işə başladı və qalan iş birlikdə 4 günə bitirdilər. Deyir, Naim təkli işdə neçə günə bitirər? Deməli, buraya yazıram Əli, bir də yazıram Naim. Deyir, deməli, tutaq ki, Naimdən 2 dəfə tez qutarırsa, Naim tutaq ki, 2x günə qutarırsa, Əli 2 dəfə tez, yəni x günə qutaracaq. İndi deyir, Əli işə başladıqdan 2 gün sonra. Tutaq ki, onda biz necə quraq tənliyimizi? Tutaq ki, Əli x günə qutarırsa, bir günə x-də birini qutaracaq. Amma bizdə deyir, nə qədər işləyib? 2 gün işləyib. Onda yekunda mən bunu vuracam nəyə? Bir dənə də 2. Sonra bunun üzərinə gəlməliyəm nəyi? Deyir, 2 gündən sonra Naimlə bir yerdə işləyib. Artıq Naimlə bir yerdə işləyibsə, bunu mötərizədə yazacağam. Naim normalda 2x günə işləyir. Bir günə 2x də 1 olacaq. Sonra bununla da toplayacağım. 50 normalda x günə işləyir. Bir günə x də 1-ni işləyəcək. Artıq yerdə qalan, bu qədər elə bil işi görüb da artıq Əli. Yerdə qalan işi artıq bir yerlikdə işləyirlər deyə ona görə bunları ayrıca toplayıram. İndi deyir ki, Naimlə bir yerlikdə 4 günə bitirdilər. Yəni, mən bunları da 4-ə vursam, yekunda nə olacaq? Bir tam iş. Yəni, mənim işim tam görülüb qutaracaq. Ona görə 1-ə bərabər götürürəm. Və yaxud da birbaşa siz 4-də 1 də yaza bilərsiniz. 4-ə vurmazsınız, burada 4-də 1 yazarsınız. Heç bir fərqi yoxdur. Burada yazıram 1. İndi buradan hesablasaq, olacaq x-da 2 üstə gəlsin. 4-ə vuranda olacaq x-da 2. Üstə gəlsin, bir də x-da 4 olacaq. Bu da bərabər də olacaq nəyə? 1-ə. Buradan toplayanda x-da neçə eləyir? 4, 8 bərabər 1-ə. Çarpaz vursa x-da bərabər olacaq 8. Deməli, x-ımız 8 isə 2x-ımız da olacaq 16. İndi bizdən Naimi soruşur. Naimi tapdıq ki, neçədir? 16. Yəni, doğru cavab olacaq D variantı. Bu da belə. Burada 4-ə vurub 1-ə bərabər götürürük. Bu arada 4-də 1, 4-də 1-ə bərabər götürsək, hər tərəf 4-ə vursa, onda bu da aid olur. Yox, burada 4-də 1-ə bərabər götürmək düz gəlməyəcək. Ən yaxşısı elə siz burada 4-ə vurub 1-ə bərabər götürməyinizdir. Keçək 14-cü suala. Deyir, natural ədədin bölənlərin sayını tapın. Deməli, onu yazıram 2 üstündə 3. 2 üstü 3 vurulsun 5 üstü 3. Bir də üstə gəlsin 15 yazıram 3 üstü 3. Vurulsun 5 üstü 3. Buradan 5 üstü 3'ü qarşıya çıxardıram. Qalır nə? 2-nin üstü 3, üstə gəlsin 3-ün üstü 3. Bu da bərabər 5-in kubu. Heç 5-in kubunu yazmırıq. 5 üstü 3, natural bölənləri tapacam da qüvvət şəklində saxlayır. 2-nin kubu 8, 3-ün kubu 27. 8, 27, 35 eləyir. 35 ilə 7 vur 5'dir. Bu da yekunda olacaq 5 üstü 4 vurulsun 7. Biz natural bölənlərini necə tapırdıq? Qüvvətlərin üzərinə 1 gəlib, bir-birinə vururduq. 7-nin də üstündə 1 var. 1 plus 1 bərabər də olacaq 10. Yəni, doğru cavab olacaq A variantı. Keçək 15-ə. Biraz sürəti artıraq. Artıq imtahan günü deyil deyə biraz rahat izah edirəm. İmtahan günü olsaydı, indi tələm-tələsik izah eləmişdik. 15. Yenə də təbii ki, gözləyənlər var. İnşallah çəkib atacam. Yenə dediyim kimi, çalışın uşaqlar. İmtahandan çıxanda mənə əlaqə saxlayın, həmin şəkilləri mənə göndərin ki, mən izahlarını tez çəkim, paylaşım ki, siz də artıq yararlana biləsiniz. Deməli, 15-ci sualda
nə yazaq burada? Qruplaşdırmaq lazımdır. Yəni birinci açılışlarını yazaq. Ümumiyyətlə üstündə xətt varsa birinci açılışı yazmaq lazımdır. AB üstü xətt olacaq 10A plus B. Üstə gəlsin BA olacaq 10B plus A-ya. Üstə gəlsin 10C plus D və çıxılsın 10D plus, daha doğrusu qarşıda mənfi var deyə bu da çıxılsın C olacaq. Bu da bərabərdir 10B AA eləyəcək 11A B 10B eləyəcək 11B. Sonra C-dən 10C-dən C çıxanda 9C çıxılsın mənfi 10D-nin üzərinə D gələn 9D eləyəcək. Bu da bərabərdir. 11-i buradan qarşıya çıxarsa olacaq 11 üstə gəlsin A plus B. Bu da olacaq üstə gəlsin. Buradan da 9 da çıxarda bilərsin, mənfi 9 da çıxarda bilərsin. Heç bir fərqi yoxdur. 9-u çıxarsa olacaq C minus D bərabərdir. A plus B nəyə bərabər şərtdə 6 olacaq? 11 vurulsun 6, üstə gəlsin 9 vurulsun C minus D. Amma bizdə D minus C-ni verib da. Doğrudurmu? Deməli, hər tərəf mənfiyə vursaq burada olacaq bu səfər nə? C minus D bərabər mənfi 2. Burada da C minus D verib. Deməli, C minus D-nin yerinə yazmalıyam mənfi 2. Bu da eləyəcək 66 çıxılsın 18. Bu da eləyəcək 48 eləyir. Var cavabdır, bəli. Doğru cavab olacaq nə? A variantı. Keçək 16-cı suala. Deyir A çoxlu 2-yə, B çoxlu isə 3-ə bölünən iki rəqəmli ədədlər çoxludur. B fərq A-nı tapır. Deməli, bunu keçən səfər qeyd eləmişdik. Euler-Venn diaqramda B çoxluğu, deməli A çoxluğu yəni cüt ədədlərdir. Bu da olsun B çoxluğu da 3-ə bölünən iki rəqəmli ədədlər. Söhbət iki rəqəmli ədədlərdən gedir. Deməli, bura yazıram yalnız 2-yə bölünən ədədlər. Bura həm 2-yə, həm 3-ə bölünən ədədlər. Burada yazıram yalnız 3-ə bölünən ədədlər. Bu olsun B, bu olsun A. Deməli, mən 3-ə bölünən ədədləri tapmaq üçün, bax bu hissəni tapmaq üçün, B çoxluğunu tapmaq üçün. Deməli, burada həm də nə var 3-ə bölünən ədədlərin içərisində? Eyni zamanda 2-yə bölünən ədədlər də var. Mən yalnız nəyi tapmalıyam mənə deyir? 3-ə bölünən ədədlərdə, yəni B fərq A-nı məndən soruşur. B fərq A haradır? Bax, buradır. B fərq A. İndi mən B fərq A-nı tapmaq üçün ümumi B-nin elementlərindən çıxmalıyam. Həm 2-yə, həm 3-ə bölünən ədədləri. Ondan sonra mən cavabı tapacağam. Deməli, 2-yə və 3-ə bölünən ədədlər burada mötərizədə yazılır. Yəni 6-ya bölünən ədədləri tapsam mənə kifayət eləyir. Deməli, 3-ə bölünən iki rəqəmli ədədləri necə tapacağam? Sərhədləri tapıram. Sərhədlər deməli 10-dan 99-a kimdir? İki rəqəmli ədədlər deyilir. Və sərhədlərin hər biri 3-ə bölünməlidir. Amma 10 bölünmür. Ondan böyük 3-ə bölünən ən kiçik ədəd 12-dir. Sonra 99-un zaten elə özü 3-ə bölünür. Bunu özünü götürəcəm. Deməli, mənim düsturum nədir? A çıxılsın B bölünsün M plus 1. İndi burada da olacaq 99 çıxılsın 12 bölünsün 3 plus 1. Bu da bərabərdir. 87 bölünsün 3 plus 1. 87-yə 3-ə böləndə neçə düşür? 39. 39-un da üzərində bir gəndə eləyəcək 40. Deməli, doğru cavab burada. Yox, hələ 40 3-ə bölünən ədədlərdir. Yəni, bunların hamısı bir yerlikdə 40 eləyir. Sonra yekunda mən eyni zamanda 6-ya bölünən iki rəqəmli ədədləri də tapmalıyam. Ondan böyük 6-ya bölünən iki rəqəmli ədəd 12-dir. 99-dan da 99 öz 6-ya bölünür. Xeyr, 99-dan kiçik 6-ya bölünən ədəd 96-dır. Buradan da yazıram 96. Deməli, 96 çıxılsın 12 bölünsün 6 plus 1. Bu da bərabərdir. 84-ü 6-ya böləndə neçə düşəcək? Bir dəfə 24-ün içində 4 dəfə. 14 üzərinə də bir gəndə eləyəcək 15. Yekunda deməli, buranı silirəm, bura yazıram 15, burada yazıram 15-i burada atsa artıq, mən bura 40 birbaşa yaza bilmərəm. 40 ümumi B çoxluğudur. Deməli, 40-dan da 15 çıxanda qalacaq bura 25. Deməli, məndən yalnız B-ni soruşur, B fərq A-nı. Yalnız B-ni soruşur, olacaq neçə? 25. 25 niyə yoxdur? Biz haradasa yəqin yenə səhv elədik. 87-ni 3-ə böləndə səhv elədik, yoxsa yox? Bəli, 87-ni 3-ə böləndə 29 eləyir, bir gələndə üzərinə 30 eləyirik. Görürsünüz, bax, yenə nə qədər diqqətli oluruqsa səhvlər eləyirik. 30-dan da 15 çıxanda qalacaq bura 15. Yalnız B-ni soruşur, B olacaq neçə? 15. Keçək 17-ci suala. Düsturu birinci qeyd edirəm. P1, M1 üstə gəlsin P2, M2 bərabərdir. M1 plus M2, yəni kütlələr cəm vurulsun yekun P. Biz bu P-ni tapmalıyıq. Düstursuz necə eləyərik? 20-nin 30%-ni taparıq, bölünsün 100. Nə qədər duz olduğunu, spirt olduğunu tapmalıyıq. 6 litr spirt olacaq, 6 qram fərqi yoxdur. Bir də 30 qram 20%-dirsə, 30-un 20%-ni tapmalıyıq.
böləcəm 100-ə, yenə təbii ki də 6 eləyəcək, sıfıra gedir, 6 qram spirt qalır. Bu iki məhlul qarışdırdıqda ümumi nə qədər spirt olacaq? 12 litr. Deməli, mənim düsturum nədir? Deməli, olacaq spirt, duz, fərq eləməz. Buradan yazıram, duz, çox zaman duz verilir. Duz bölünsün ümumi məhlul, vurulsun 100%. Mənim düsturum budur. İndi bizdə ümumi spirt nə qədər oldu? 6 burada, 6 burada. Eləcək 12. Bölünsün ümumi mənim məhlulum nə qədərdir? 20 ilə 30 qram qarışdırırdıqda olacaq, yəni 50 qram. Bir də vurulsun nə? 100%. Buradan ixtisar gələcək, qalacaq ki, 2-də 12-yə vuranda eləyəcək 24%. Yəni doğru cavab olacaq 17-də B variantı. Keçək 18-ci suala. Deyir, N-in hansı qiymətində sonlu onluq kəsir kimi göstərilə bilər? Deməli, sonlu onluq kəsir kimi göstərilməsi üçün, burada N yazıram, bölünsün 72-də 8 vur 9 deməkdir. Biz dedik ki, məxrəcdə ya 2 olmalıdır, ya 2-nin vuruqları olmalıdır, ya 5-in vuruqları olmalıdır, ya da 2 və 5-dən ibarət olmalıdır vuruqlar. İndi bizdə görürük ki, 8 yalnız 2-nin vuruqlarıdır, burada problem yoxdur. Amma 9-da artıq 3-ün vuruqları var. Deməli, sürətdə yazılan ədəd nə olmalıdır? 3-ə bölünən ədəd olmalıdır. 3-ə bölünən nədir? Üzr istəyirəm. 9-a bölünən ədəd olmalıdır. Deməli, onda mən buradan 9-u ləğv eləmək üçün burada 9-a bölünən ədəd yazsam, 9-a bölünmə əlaməti nə idi? Rəqəmlər cəm 1, 2, 3, plus 4, plus n. Bərabərdir, burada neçə eləyəcək? N üstə gəlsin, 10 eləyir da, bəli. N üstə gələk 10-un 9-a bölünməsi üçün n-in yerinə yaza bilərəm. 18-ə tamamlaya bilərəm, 9-a bölünməsi üçün. 27-yə tamamlaya bilərəm. 18-ə tamamlamaq üçün n-in yerində 8 yazmalıyam. 27-yə tamamlamaq üçün isə 17 yazmalıyam. N burada rəqəmdir, yəni 17 yaza bilmərəm. Deməli, 18-də tamamlayacağım, onda n-in yerinə 8 yazacağım, yəni doğru cavab olacaq D variantı. Sonra 19. Deyir, çarxlardan birində 36, digərində 40 dişi var. Birinci çarx 360 dövr edib, ikinci çarx neçə dəfə dövr eləyir. Deməli, 36 dişi varsa, bir dövrə 36 dənə dişi elə bil dövr eləyir də. Bir dövrə, daha doğrusu 36 dişi fırlanır. Onda bunu 360 dövr eləyirsə, vuraram ümumi 360-a. Yəni, bir dövrə 36 dişdirsə, 360 dövrə 36 vur, 360 olacaq. Və bunu böləcəm. Bu olacaq nə? Ümumi dişlərin sayı. Fırlanan dişlərin sayı. Bunu böləcəm nəyə? 40 dişə görüm hələ. 40 dişli olan çarx neçə dəfə dövr eləyə bilər? Buradan ixtisar gedir. 36-yı 4-ə bölündə 9. 9-da 36-ya vuranda 324 eləyəcək. Yəni doğru cavab olacaq. Burada da D variantı. Keçək 20-ci suala. Deyir, bir ədəd 25%, digərin 40%-nə bərabərdir. Böyük ədəd 80 olarsa, bu ədədlərin cəmini tapın. Deməli, bir ədədin 25%, digərinin 40%-nə bərabərdir. Yəni, böyük ədədin biz kiçik ədədə bərabər eləmək üçün böyük ədədin az hissəsini götürərik, yəni 25%. Kiçik ədədin isə çox hissəsini götürərik ki, buna bərabər eləsin. Bərabər olsun daha doğrusu. Onda mən elə 80-in 25%-ni tapacam. Bölünsün 100. 25% 4-də 1 deməkdir. Birbaşa yazıq 4-də 1 bərabərdir. Həmin kiçik ədəd, yəni x vurulsun. 40%-də bu da olacaq 10-da 4, 5-də 2 yazaq. Buradan da x bərabər olacaq. 80 ilə 4 ixtisar gedir. Burada qalır 20. 20-ni böləcəm 5-də 2. Yəni olacaq 20 vur, 2-də 5. Tərsən vurur. Buradan qalır 10. 10-nu da 5-ə vuranda eləyəcək 50. İndi bizdən bunların cəmini soruşur. 80 plus 50 bərabər 130. Doğru cavab olacaq D variantı. 130 eləyir də, bəli. Burada da səhv eləməyək. Deyir, A çoxlu verilib, B sadə ədədlər çoxludur. Kəsişmə çoxluğu ilə eyni güclü olan çoxluğun elementlərin sayını tapın. Deməli, ümumiyyətlə nə olacaq? B sadə ədədlər çoxluqdursa, A-nın içində demək kəsişirsə, sadə olanları seçməliyim. 2, 3, sonra 7, 43. 39 3-ə bölünür, 51 3-ə bölünür. Deməli, 4 dənəsi nə oldu? Kəsişməsi. Yəni, belə yazaqlar. N, A kəsişir B bərabər oldu 4-ə. Çoxluğun gücü nədir? Çoxluğun gücü element sayıdır. Və eyni güclü çoxluqlar isə elementlərin sayı eyni olan çoxluqlar. Elementləri fərqli olan çoxluqlar demirəm, ha? Element sayı eyni olan. Yəni, bununla da eyni güclü olan çoxluğun element sayı, yəni eyni güclü olan çoxluğun elementlərin sayı olacaq neçə? 4. Yəni, doğru cavab olacaq C variantı. Kimsə şərtdə yazmışdı 4 faktorial. 4 faktorial bununla eyni güclü olan çoxluq deyil. Uşaqlar, diqqətlə qulaq asın. 4 faktorial bu çoxluğa bərabər olan çoxluqların sayıdır. Yəni, faktorial indi bilənlər bilir, yer dəyişməlidir. Biz sadəcə çoxluğun elementlərinin yerini dəyişməklə ona bərabər olan çoxluqlar ala bilərik. Onun da düsturu n faktorial idi. N faktorial çoxluğa bərabər olan çoxluqların sayıdır. Burada eyni güclü çoxluqlar isə sadəcə element sayı eyni olmalıdır. Burada elementlər fərqli ola bilər. Məsələn, ABC 1, 2, 3.
Bunlar görürsünüz fərqlidir, amma eyni güclüdür. Niyə? Çünki sayları ABC də 3 elementdir, 1, 2, 3 də 3 element. Yəni bunu da burada da diqqətli olun. Şərhlərdə kimsə qeyd eləmişdir, ümid edirəm izləyib daha yaxşı bilər. Bu arada şərhlərdə də yazanda çalışıb qədər cavab verirəm uşaqlar. Yəni səhv olanda və yaxud da düz olanda aydınlıq gətiririk. Hər hansı bir problem olsa yenə şərhlərdə yazarsınız və yaxud da şəxsdə Telegramda fərq eləməz. Və yaxud da başa düşməsəz yenə müraciət edə bilərsiniz. 22-ci sualda burada uyğun tərəfləri belə desək paralel olan bucaqlardır. Biri itidir, biri kör. Biri iti, biri kör olarsa onda onların cəmi nə olmalıdır? 180-ə bərabər olmalıdır. Onda olacaq 3x plus 10 üstə gəlsin 7x plus 10 bərabər 180-ə. Uyğun tərəflər paralel və perpendikulyar olan bucaqlar ya bir-birinə bərabərdir, ya da cəmi 180. Nə vaxt bir-birinə bərabərdir? Hər ikisi iti olarsa bərabər olar, hər ikisi kör olarsa bərabər olar. Yox, buradakı kimi biri iti, biri kör olarsa onlar artıq cəmi 180 olmalıdır. Buradan da olacaq 10x bərabər 180-dən 20 çıxanda 160, x da bərabər olacaq 16 dərəcəyə. İndi 16 dərəcədə bizdən nəyi soruşur? ABC bucağın dərəcə ölçüsü. Yəni bu birinci bucağı bizdən soruşur. ABC bucağda nə idi? 3x plus 10. Olacaq 3 vurulsun 16 plus 10. Bu da bərabər eləyəcək 58 plus 10 bərabər eləyəcək. Daha doğrusu 48. Bu da eləyəcək neçə? 58. Bu da belə. Keçək 23-cü suala. Bu arada ola bilsin bəlkə də hansısa bir hissəsini çatdırmayam izahda. Çünki dərs arası izah eləyirəm. Nə qədər çatdırsam o qədər izah eləyib paylaşacağım. İnşallah hamısına vaxtımız çatar. Deyir, saat 15:00-da dəqiqə və saniyə əqrəbləri arasındakı bucaq neçə dərəcə olar? Burada uşaqlar keçən səfər izah eləyəndə mən dəqiqə ilə sadə əqrəbini qeyd eləmişəm. Saniyə əqrəbi yaddan çıxıb. Baxın, saat 15:00, yəni saat 3 olarsa da, tutaq ki, bura 3-dür, bura 12-dir, 1, 2, 3. 1, 2, 3. Bu olsun dəqiqə əqrəbi, bu olsun biraz kiçik çəkək, sadə əqrəbi çünki biraz kiçikdir. Bu olsun sadə əqrəbi. Bu 90 dərəcə olacaq. Amma saniyə əqrəbi tam 3:00-da o da 12-nin üzərində duracaq. Bax, onu da göylə çəkirəm. O da bax tam burada duracaq. Tam 3:00 və dəqiqə əqrəbi ilə saniyə əqrəbi üst-üstə düşdüyü üçün bunlar arasında dərəcə ölçüsü 0 olacaq. Yox, dəqiqə, saat desə bunlar arasında dərəcə ölçüsü 90-dır. Dəqiqə, saniyə desə bunlar arasındakı dərəcə ölçüsü nə olacaq? 0 olacaq. Yəni burada yekun cavab 0-dır. Və yaxud da burada da qeyd ediblər, düstur da var. 11D çıxılsın 60S modulda bölünsün 2. Bu düstur da var. Bu dəqiqə ilə sadə əqrəb arasındadır. Amma burada yəni elə çətin deyil. Sadəcə üst-üstə düşür deyə dərəcə 0-dır. Keçək 24-cü suala. Deyir, bucağa qonşu olan iki bucağın cəmi 150 dərəcə olarsa, verilən bucağı tapın. Deməli, iki qonşu... Deyir, bucağa qonşu olan iki bucağın. Deməli, məsələn, mən buradan iki dənə düz xətti kəsişdirəm. Məsələn, tutaq ki, bu bucaq verilib bizə T bucağı. Deyir, buna qonşu olan, bunu götürməyək bir dəqiqə. Keçən səfər belə götürmüşdük. İti bucaq alınır. Buranı götürük. Bura T bucağı. Buna qonşu olan bucaqlar hansılar olacaq? Bax, biri bu bucaq olacaq. Bir də bu bucaq olacaq. Yəni iki qarşılıqlı bucaq qonşu olur da. Və bura T-dirsə burada T olur. Niyə? Çünki qarşılıqlı bucaqlar. İndi bizdə deyir ki, buna qonşu olan, T-yə qonşu olan bucaqlar. Bura X-dirsə burada X-dir. Və bunların cəmi deyir nə qədərdir? 150 dərəcədir. Onda 2X 150 dərəcədirsə, buradan X çıxacaq 75 dərəcə. X 75 dərəcədirsə, T ilə də qonşudur. Qonşu bucaqların cəmi 180 dərəcə olur. Onda 180-dən çıxaram 75. Onda bura olacaq neçə dərəcə? 105 dərəcə. Yəni yekun olaraq cavabımız burada olacaq 105 dərəcə. 25-ci sual. Deyir, A ədədinin 3/2 hissəsi 3/2-dir, yoxsa 5-də? Burada nəsə yazıblar, yox. A ədədinin 3/2-yə oxşuyur. Yəqin ki, 3/2 olar. Bunu arada keçən testdə deyəsən, bu tipli sual var idi. Deyəsən 3/2 idi. 5-ə də oxşuyur, ona görə. Deməli, onda belə eləyək. Deməli, uşaqlar, burada 5/2-dir. Bunu düzəldək. 5/2 biraz yaxşı oxunmur. Bu 0.8-dir. Bu da A bölünsün B-ni soruşur. A bölüb B nisbətini soruşur. Deyir, A ədədinin 5/2 hissəsi 270 olarsa. Yəni 5/2 hissəsi 270 olan ədədi tapmalıyım. Və yaxud da A-nın 5/2-sini deyirsə, A-nı vurarıq 5/2-yə bərabər eləyərik 270-ə. Yekunda yenə böləcək də. Yəni A bərabər olacaq 270 bölünsün 5/2, əksinə vuracağım 2-də 5-ə.
Bu da bərabərdir 270-i 2-yə böləndə düşəcək neçə? 135. Bəli, 135 vurulsun 5 eləyir. Heç vurmağa ehtiyac yoxdur. Çalışın siz də vurmayın böyük ədədləri. Saxlayın, yekunda ixtisar gedir. İndi B ədədinə baxaq. Deyir B ədədin 10-da 8 hissəsi, yəni 5-də 4 hissəsi. 180 isə onda mən 180-i 5-də 4 hissəsi 180 olan ədəd 5-də 4-ə böləcəm. Olacaq 4-də 5. 180-i 4-ə böləndə neçə düşür? 45. 45 vur 5 olacaq. İndi mənə nə deyir? Deyir A böl B-ni tap. A'mız oldu 135 vur 5. B'miz de oldu 45 vur 5. Burada 5'ler ixtisar gedir. 135 ile 45'e tam bölünür. Düşür 3. Yani doğru cevap olacaq 3. Düz böldük mü? Bəli. 25'te cevabımız oldu 3. 26-cı sual deyir. İki düz xəttin kəsişməsindən alınan bucaqlardan biri o birindən 20 dərəcə kiçikdir. Bu bucaqlardan kiçiyini tapın. Deməli, iki düz xəttin kəsişməsindən alınan bucaqlardan biri digərindən 20 dərəcə kiçikdirsə, deməli bunlar nədir? Qonşu bucaqlardır. Qarşılıqlı bucaq ola bilməz ki, qarşı bucaqlar bərabərdir, fərqi 0 olur. Deməli, biri digərindən 20 dərəcə kiçikdir. Məsəl üçün olsun x, y götürək. Onda olacaq x çıxılsın, belə deyək də, y çıxılsın x bərabərdir 20 dərəcəyə. Onda bunlar qonşu olduğu üçün y plus x də bərabər olmalı nəyə? 180 dərəcə. Qonşu bucaqların cəmi 180. Alt-alta toplasaq mənfi x, müsbət x ixtisar olacaq. 2y bərabərdir toplayanda 200 olacaq. Y də bərabərdir 100 dərəcə olacaq. Y 100 dərəcədirsə, deməli digər x də nədir? 80 dərəcə. Həqiqətən fərqi də 20 eləyir. Bizdən də nəyə sorur? Kiçiyini tap 80. Olacaq 80 dərəcə. 27-ci sual çox çaşdırıcı sualdır. 27-ci sualda buraya yazıram 1, 2, 3. Birinci şəkildə neçə şüa var ona baxaq. Birinci uşaqlar bu parçadır. Parça olduğu üçün biz parçada şüa götürə bilməyik. Biz məsəl üçün düz xətt götürəndə üzərində nöqtə götürəndə biz deyirdik ki 2 n idi də bu arada şüanın düsturu. Biz deyirdik ki, niyə 2n'dir? Çünki həmin nöqtədən bir sağ tərəfə uzantı çəkə bilərəm, bir sol tərəfə uzantı çəkə bilərəm. Yəni bir nöqtədən elə bir 2 şüa əmələ gəlir. Amma bizdə A variantında həmin düz xətt yox, parça verilib, ucları bağlıdır. Biz dedik ki, şüa bir tərəfdən məhdud düz xətt parçası da. Deməli biz bir tərəfdən məhdud eləyir, amma digər tərəfdən çıxa bilmir. Digər tərəfdən də məhduddur. Yəni parça şəklindədir çünki. Uzantısı yoxdur. Baxın burada. Amma digərlərində var. Ona görə birdə olacaq şüa yoxdur. Buradan yazıram. Şüa bərabər 0-a. Parça sayı, parçanın tapılması düsturda. Bax, buradan qeyd edeyim. Deməli, şüa 2n'dir. Deyirəm. Yəni, şüanı yazdım buradan 2n. Parçada bərabər olacaq. N vurulsun, n çıxılsın 1, bölünsün 2. Düsturlarını bura yazaq. Aha. Bilməyənlər üçün. İndi parçanı tapsam, artıq parçanı normal şəkildə hesablayacağım. 1, 2, 3, 4, 5. 5 nöqtə olduğu üçün n'in yerinə yazıram 5. 5 vurulsun 5 çıx. 5 çıx 1 bölünsün 2. Bu da bərabərdir. Burada 4 qalır. 4 də 5, 22'ye bölündə 10. Deməli parça sayı oldu 10, şüa sayı 0. Deməli 1'ə uyğundur bir dənə nə? A variantı. 1'ə yazıram A variantı. Sonra keçirəm 2'də. 2'də artıq şüa sayı və parça sayı baxaq. Deməli burada şüa sayı baxıram. Ancaq sağ tərəfə görürsünüz uzantısı var. Burada uzantı yox. Ona görə nöqtələrdən sağ tərəfə şüa çəkə bilərəm. 1 bu nöqtə, sonra B nöqtəsindən sağa 2, C nöqtəsindən sağa 3, D nöqtəsindən sağa 4 və Y nöqtəsindən sağ tərəfə şüa çıxacaq. Olacaq 5 ilə. Cəmi şüa sayım olacaq 5. Sonra parça sayını hesablasaq. Neçə nöqtə var? 5 nöqtə. Bayaq tapdıq da 5 nöqtə üçün neçə parça olur? 10 parça. İndi şüa sayı 5'dir. 2 olacaq B variantı. Sonra bir də Y variantında deyir, şüaların sayı parçaların sayının 50%. Yəni yarısı. Həqiqətən parçanın yarısı şüa sayıdır. 5 eləyir. Bu da olacaq 2'yə həm də Y variantı. Deməli A variantı getdi, B variantı getdi, Y variantı getdi. Qaldı C iləndir. Deməli, üçüncüdə nə olacaq? Üçüncüdə artıq hər iki tərəfdən uzantı var. Ona görə mən şüanın düsturunu artıq tətbiq eləyə bilərəm. Yəni, mən A-dan həm sağa, həm sola şüa çıxarda bilərəm. Sonsuz uzada bilərəm. Onda deməli, bizdə nə olacaq? 2n. Buradan yazım şüa bərabərdir. 2 vurulsun n. N'in yerinə 1, 2, 3, 4, 5 yazacaq. Olacaq 2 vur 5 bərabər 10 dənə şüa. Bir də parça sayı yenə olacaq neçə? 10. Hər birində nöqtə sayı eynidir də 10. 10, 10. Deyir, şüaların indi parça sayı bərabər. 3'ə də olacaq C variantı. Şüa sayı 10'dur. Eyni zamanda D variantı da aid olacaqdır. Bu da belə. Keçək 28-ci suala. Deməli, bunlar situasiyadır. Deyir,
Universitet kitabxanasında bu şərtdir bizə verilən. Universitet kitabxanasında yerləşən kitablar bədii və elmi əsərlərdir. Yəni 2 dənə kitab seçimimiz var. Bir bədii əsər, bir elmi əsər. Onda keçək 28-i oxuyaq. Deyir ki, bədii əsərlərin sayı elmi əsərlərin sayının 3/2-si, yəqin ki 3/2-dir, bəli. Hissəsi qədər olarsa bütün kitabların neçə faizi bədii əsərlərdir. Tutaq ki, burada artıq qiymət götürə bilərəm də. Məsəl üçün tutaq ki 30 dənə bizim var elmi əsərimiz. Buradan yazıram elmi əsər. İndi bədii əsərlərdə deyir, elmi əsərlərin 3/2-sidir. 30-un 3/2-si neçə eləyir? Yəni 30 vur 3/2, bu da eləyəcək neçə? 20 da. İxtisar gedir 10 qar, 10 da 2 vurun 20. Yəni 30 dənə elmi əsər varsa, bədii əsərdə bunun 3/2-sidir. Yəni 20 dənə də bədii əsər olacaq. İndi deyir ki, bütün kitabların neçə faizi bədii əsərdir? Bütün kitabların neçə faizi? Yəni bədii əsər 20 idi. 20-ni böləcəm bütün kitablara. 20 plus 30, yəni 50-yə. Bütün kitablar 50-dir. Vuracam nəyə? 100-ə. 2 ədədin faiz nisbətdə. Yəni bədii əsərlər bütün kitabların neçə faizidir onu tapıram. 20 bölünsün 50 vur 100. Buradan ixtisar gedəcək, qalacaq 2. 2-ni də 20-yə vuranda neçə eləyəcək? 40%. 40%. Həqiqətən 50-nin 40%, yəni 5/2-si neçə eləyir? 20. Yəni bədii əsərlərin sayı. Burada oldu yekun cavab oldu nə? 40%. Keçək 29-a. Deyir, bədii əsərlərin sayı 8000 olarsa, buradan yazıram bədii əsərlər 8000 olarsa, çox yazdım 8000. Kitabxanada cəmi neçə kitab var? Deməli, belə desək, biz elmi kitablarda tapıb, elmi bədii əsərlər, bədii kitablar, elmi kitablar. Deməli, bizə deyirdi ki, 3/2-si qədər kitab var da, yəqin ki, biz 28-ci misala əsasən deyəcəyik də bunu. Yəqin bu əlaqəlidir. Düzdür, əslində ümumi şərt də verməlidir elə bir şeyi. Yəqin ki, biz 28-də görə gedəcəyik. Yəni bizdə belə desək, ümumi kitabların 40%-i bizə nə verirdi? Bədii əsərlər verir də. İndi ümumi nə qədər kitab var bilmirəm. Tutaq ki, ümumi T sayda kitab var. Bunun 40%-i bizə verməlidir nə? Bölünsün 100. Bizə verməlidir nə? 8000. Yəni bədii əsərlər. Biz bayaq tapdıq da 40%, ümumi kitabların 40% bədii əsərlər verir. Onda buradan 0 ixtisar gedər. Bu zaten 5/2 deməkdir. Olacaq T vurulsun 5/2 bərabər 8000. Buradan da çarpaz vursaq, olacaq T bərabərdir 8000 bölünsün 5/2-yə. Tərsinə 2-də 5-ə vuracağıq. 2-ni ixtisar gedir. 4000 qalır. 4000 də 5-ə vuranda eləcək neçə? 20000. Deməli, ümumi kitabların sayı nə qədər oldu? 20000. İndi bunlardan belə desək, 8000-i bədii əsərdirsə, elmi əsərdə olacaq 20000 çıxılsın 8, yəni 12000 olacaqdır. Burada da yazıram 12000. 12000. Sonra keçək 30-cu suala. Deyir, kitabxanaya yeni elmi əsərlər gətirildi və elmi əsərlərin sayı bədii əsərlərin sayından 2 dəfə çox oldu. Deməli, elmi əsərlər, elmi kitablar, bədii əsərlər. Deməli, tutaq ki, bu bunun 40% idi da, belə yazaq. Tutaq ki, elmi əsərlər 5x idisə, bədii əsərlər bunun 5/2-si idi da, hə? Bayaq, yoxsa 3/2-si, yox, 3/2-si. Onda biz bunu elmi əsərlər biz 3x götürək. Bu 3x idisə, onda bunun 3/2-si bədii əsərlərdə 2x olacaq. İndi elmi əsərlər, yeni elmi əsərlər gətirildi. Elmi əsərlər bədii əsərlərin 2 dəfə çox oldu. Tutaq ki, müəyyən bir T sayda elmi əsər gətiriblər və bundan 2 dəfə çox olub. Yəni 3x plus T bərabər olacaq 2 vurulsun 2x-a. Yəni bu elmi əsərlər 2 dəfə çox olub deyə bundan, onda mən bədii əsərləri 2-yə vurub elmi əsərlərə bərabər edirəm. İndi deyir, gətirilən buradan lap T-ni də tapa bilərik də. Burada 4x edir. 4x-dən 3x çıxanda T nə qədər qalır? X-a. Deməli, T neçədir? X imiş. Yəni, bura 4x, 2x olub sayda. İndi deyir ki, gətirilən elmi əsərlərin 80%-i xarici, qalanlar isə yerli əsərlərdir. Gətirilən yerli əsərlərin sayını tapın. Onda deməli, biz burada nə qədər gətirilib, verilməyib. Onda biz yəqin ki, 29-cu şərtə əsasən. Burada başqa şərt verilməyib ki, yaxşı baxaq, yox. Bir dənə bura verilib da. Bəli. Hər sualda özündən əvvəlki sualın şərtindən bağlıdır. Yaxşı, onda biz belə eləyək. 29-cu sualdakindən hesablayaq da. 29-cu sualda neçə kitab var idi? 8000. Deməli, 8000 bədii əsər var idi. 12000-də elmi əsər var idi. Onda x-imiz bizim neçə olacaq? 2x-imiz 8000-isə, onda x bərabər olacaq nəyə? 2-yə bölərəm, olar 4000. Onda buranı silək, buraları silək. Oldu 4000. X 4000-dirsə, onda bu oldu dedik 12000. Dedik ki,
əlavə olaraq bir x qədər də gətirilib də, yəni t bərabərdir x-ə. Yəni əlavə olaraq bir nə qədər də gətirilib? 4000 də gətirilib. Deməli əlavə 4000 kitab gətirilibsə, yəni x qədər. Və bunu deyir 80% xaricidir. Qalanları da yerlidir. Deyir yerli əsərlərin sayını tap. 80% xaricidirsə, xarici. Onda 20% nədir? Yerlidir. Siz 80%-ni tapıb çıxana qədər elə birbaşa 20%-ni tapın, cavab alın da. Ona görə 4000-in 20% bölünsün 100 və yaxud da 5-də 1 fərq eləməz. 0-a gedər, 40-ı da 20-yə vuranda eləcək neçə? 800 yerli əsər. Yəni yekun cavabımız olacaq 800. Belə. Ümid edirəm hardasa texnik səhvlik eləmədik. Oldusa da hər hansısa bir sual düz gəlmişsə, yəni şərh bölməsində yazarsınız və yaxud da şəxsdə də yaza bilərsiniz. Telegramda PDF-i paylaşmışıq. Oradan da yenidən baxıb yararlana bilərsiniz. Sağ olun. Özünüzə yaxşı baxın. İmtahan sonrası əgər cavabları istəyirsinizsə, çalışana qədər özüm əldə edirəm sualları. Amma gördünüz paylaşmıram. O zaman siz özünüz atın, biz sualları çəkək, izahını paylaşaq. Sağ olun, özünüzə yaxşı baxın. Fikir bildirməyi də unutmayın.